Səviyyə müəllimə bizə desin, un hansı bitkilərin üyüdülməsindən alınır? Dərli bitkilərin üyüdülməsindən alınır. Doğrudur. Məsələn, Buğdadır, arpa, qarabaş arpları, düyü, qarğıdalı da olmalıdır. bəli, bir dənə də çovdar. 6 dənədir. Hə. Yadınızda qalsın. Bəzən olur ki, imtahana 5-ini salırlar, variantın birini, 6-sını birinə salırlar. Mütləq sayılarına fikir verin. Yaxşı. Bəs un üçün yararlı olan əsas taxıl növü hansıdır? Doğrudur müəllimə, doğrudur. Yaxşı. Un məmulatı bəs nədir? Bu məmulatı xəmirin bişirilməsi nəticəsində əldə edilir də. Doğrudur. Yaxşı. Azərbaycan mətbəxində un məmulatı hansı növlərə ayrılır? İki növə bölünür. Birinci növə aiddir mayasız, Bəli. yağlı şəkərli aiddir. Misal üçün hansı un məmulatları? Məsələn, qurabiyələr aid edilir. Doğrudur. İkinci növə? İkinci növədə bağlamalar aiddir. Örtmə, bağlama və sarıma. Doğrudur. Yaxşı. Doğrudur. Bunlara nümunə göstərin. Bunlara da şəkərbura, paxlava, mütəkkə. İkinci növə. Bəli. Yaxşı. Bunlarda deməli, əsas tərkib hissəsi nədir bunların içliyində? Əsas tərkib hissələri toz və şəkər tozudur. Doğrudur. Yaxşı. Bəs içliyi neçə faiz içliyi olur bu məmulatların? 50-80%. Doğrudur. 50-80%. Sağ olun müəllimə. Yaxşı. Bizə desin Xuraman müəllimə. Un məmulatlarının qida dəyəri nədən asılı olaraq dəyişir? Növündən istifadə edilmiş xam maldır. Doğrudur. Bəs zülalın miqdarı nəyə əsasən müəyyənləşdirilir? Zülalın miqdarı onun tərkibinə qatılmış südün, ondan sonra kəsmiyin, yağın miqdarından asılı olaraq dəyişməlidir. Yumurtanın. Yağ deyildi. 3 dənə idi. Dəqiq deyil. Yumurtanın kəsmiyi. Bəli, doğrudur müəllimə, doğrudur. Yaxşı. Qəliblər nə üçün istifadə olunur müəllimə? Necə? Qəliblər nə üçün istifadə olunur? Qəliblərin köməyi ilə müxtəlif formalı fiqurlar kəsmək olur. Qəliblərin iki növü var, altılıqlı və altılıqsız. Qəliblər dairəvi, oval, romb şəkilli və daha mürəkkəb quruluşda ulduz şəkilli, çiçək formasında da olur. İki növü var. Altılıqlı və altılıqsız. Bəli. Altılıqlı qəlblərdə quru xəmir tökülür. Məsələn, kek sat tökülür onda müxtəlif formalarda. O altılıqlı qəlblərdə bişirilir. Altılıqsız isə bir qədər bərk xəmirində müxtəlif formalarda kəsirlər də. O kəsmək üçün onun iti olmalıdır ki, o xəmiri yaxşı, rahat kəssin. Doğrudur müəllimə. Doğrudur. Yaxşı. Bizə desin Ləman müəllimə. Müəllimə. Çörək məhsulları hansı bitkilərin imalından alındı? Taxıl, buğda, qarğıdalı, çovdar, 6 dənə də məlumatlar. Bəli. Düyü, qarabaşa, sonra bir də arpa. Doğrudur müəllimə. Yaxşı. Deməli hansıdır ki, çörək bulka məmulatlarının bəzi növlərinin, həmçinin makaron və yarmaların istehsalında istifadə olunur? O birinci növ onlardır da. Tələsməyin. Buğda növlərin, taxıl növlərini soruşuram. Taxıl növləri. Sual bir də verin müəllimə. Hansıdır ki, çörək bulka məmulatlarının bəzi növlərinin, sonra makaron və yarmaların istehsalında istifadə olunur? Taxıl növünü soruşuram, çaşdırmayın özünüzü. Bu bir mövzudandır, müəllimə, bu bir mövzudan. Xəmir xörəklərinin hazırlanması. Buğda biz müəllimə, hə. Deməli hansı oldu müəllimə? Bir də dəqiqləşdirin. Deməli hansı oldu? Bəzi növləri dedimsə. Bəzi növləri dedirsə, onda çörək, bulka məmulatları, onlar mənim çovdarım da. Ay sağ olun, çovdardan olur. Sağ olun müəllimə, doğrudur. Yaxşı. Bizə desin Səbiyyə müəllimə, çörək məhsullarının bədənin dəmirə olan deməli tələbatı.
Dəmiri. Çörək deyim müəllimə. Bəli, tək çörəyi de, dəmiri deyin. Hə, dəmiri olan 50%-dir. Kalor- Çörəyi olan 60%. Kaloriya olan, qarışdırmayın da, kaloriya olan 60%-dir. Zülal bəs Bəli. Zülal 35%-dir. 25 hansı idi? Sonra 25 B1 olmalıdır. B6. 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 Ay, sağ olun, 50%. Kalsiyum bəs? Kalsiyum 10%-dir. Doğrudur müəllimə, doğrudur. Yaxşı. Yenə internet getdi. Bəli, səs qırıq. İndi Səbiyyə müəllimə, hansı xüsusiyyətə malik olan un daha çox rütubəti udur. Ona görə də ondan keyfiyyətli və formasını qoruyub saxlayan un məmulat alınır. Yapışqanlığa malik olan onlar rütubəti udur da. Doğrudur. Yaxşı, onu nə üçün eləmək lazımdır? Onu təmizlənmək üçün. Onu əliyirlər ki, təmizlənsin. Əlavə qaçışıqlardan təmizlənsin. Həmçinin Həm də dəndən qalır un, havalanır, oksigenlə zənginləşir. doğrudur müəllimə, doğrudur. Yaxşı, bizə desin Xuraman müəllimə. Yumurtanı hansı məhlulda yumaq lazımdır? Necə müəllim? Vallahi eşitmədim. Yumurtanı. Bildimi? Dediniz internet necə zəifdir. Hansı məhlulda? Bir dənə müəllimlər siz səsləri bağlayın. Xuraman müəllimə biraz yaxşı eşidə bilsin. Yumurtanı necə yuyurlar? Soda məhlulunda 2də 1 hissə soda məhlulunda yuyulur. Deməli 1 stəkan suya nə qədər soda tökülür? 2də 1 çay qaşığı. 2də 1 çay qaşığı. Yaxşı, 5-ci sinifdə keçmişdik. 1 litr suya nə qədər soda tökülüb yuyulurdu? Onu da keçmişdik də, yadınızdadırsa. Bir xörək qaşığı olmalıydı. Tələsməyin. 1 litr deyir amma 1 litr. Bir çay qaşığı. Xörək qaşığı. 2 xörək qaşığı idi. Yadınıza qalsın. 1 litr olanda 2 xörək qaşığıdır. Amma 1 stəkan olanda onda 2,1 çay qaşığıdır. 2,1 çay qaşığıdır. Yaxşı. Belə 2 çəkilib belə olub, o 2də 1 dedim də. Bildim müəllimə, narahat olmayın. Bildim, başa düşdüm. Narahat olmayın. Yaxşı. Bizə desin Ləman müəllimə. Bəli. Mayalı xəmirdən məmulat hazırlayanda suyu əvəz edir. Hə, mayalı xəmirdən şirniyyat əvəz edən suyu əvəz eləyir, qoy görüm hansıdır. Suyu. Müəllimə, çaşdırmayın özünüzü. Suyu nə əvəz eləyə bilər? Ay, sağ olun. Bəli. Süd. Bəli. Bilirsiniz necədir? Ləman müəllimə əslində hər şeyi bilir. Sadəcə mən ona bir deyəndə ki, müəllimə özünüzü çaşdırmayın, o dəqiqə cavab verir. Gələ imtahanda mən bu sözü necə eləyim sizin qulağınız orada deyim ki, müəllimə özünüzü çaşdırmayın. Maşallah bilirəm ki, artıq sizi tanıyıram. Bilirəm ki, bilirsiniz. Sadəcə biraz o sözü sizə demək lazımdır ki, öz fikrinizi toplayasınız. Yaxşı. Bəs duzlu xəmir necə olur? Duzsuz xəmir necə olur? Hə, müəllimə, duzsuz xəmirdən bişən çörəklər rəngi ağ olur, parçalanır. Nətər deyim, keyfiyyəti yaxşı olmur da bir sözlə. Duzlu çox olan, duzsuz xəmirlər. Düzmü dedim mən? Bəli, şəklini dəyişir, dadı yaxşı olmur. Sonra Dadı yaxşı olmur, bəli. Üzü qarşı saxlayır da xəmirin. çox duzlu. İndi çox duzlu olanda, çox duzlu olanda. Çox duzlu olanda bəli, qasnaqlayır, acımır, çatlayır, düzdür, bulanıq olur rəngi. Doğrudur. Yaxşı. Un məmulatlarına, xəmirə, kremə, ətirli olsun deyə əlavə olunan ədviyyat hansıdır? Sitrus meyvələrinin qabığıdır müəllimə. Doğrudur müəllimə. Özümüzdə kurabiyə zət hazırlayanda ən çox mən apelsinin dediyim onda bunların yuyub təmizləyib qurudub da süzgəcdən keçirib qabığını vururam şirniyyata, uşaqlar içində gözəl ətri dadı var.
Doğrudur müəlliməm. Doğrudur. Biz də edirik. Doğrudur müəllimə. Sağ olun. Yaxşı, bizə desin Xurama müəlliməm. Yağları hansı temperaturda neçə gün saxlamaq lazımdır? 0 dərəcə 4-6 dərəcədə 4-6 dərəcədə 2 Bəli. 4-6 dərəcə temperaturda 2 həftə. Doğrudur. Yaxşı, biz kərə yağın, bax burada yağlar yazılıb, amma bütün yağlar yazılıb. Biz 6-cı sinifdə kərə yağın. Kərə yağı 10 gün saxlanılır. Bəli. Burada yazır 2. İndi burada bütün yağlar deyir, amma kərə yağın, indi sualın qoyuluşuna fikir verərsiniz. Kərə yağın soruşursa, götürəcəksiniz 10 gün və hansı temperaturu idi müəllimə? 6-da keçdiyimizdə. 4-8 idi. Ay, sağ olun. 4-8 dərəcədə idi. Onu kərə yağı soruşanda onu götürürsüz. Bütün yağlar deyəndə. Birinci dəfə test istəyəndə elə çaşdım orada, elə bir ki 10 gün götürdüm. Bəli, o mən salmışdım. Bəli. Onu 2 həftə verir. Bəli, onu sınağa salmışdım. Çünki elə sualları müəllimlər səhv salırlar. Amma kərə yağı deyəndə 10 gün götürürsüz, 4-8 dərəcə. Amma bütün yağlar deyəndə 2 həftə götürürsüz, 4-6 deməli dərəcə temperatur. Yadınızda qalsın bu. Yaxşı, Səbiyyə müəllimə bizə desin. Ərinmiş yağı xəmirə əlavə eləyəndə nə baş verir? Ərinmiş yağı xəmirə əlavə edəndə xəmir qaralır, ondan sonra ovulur və yaxşı qarışmır. Doğrudur müəllimə. Yaxşı, bəs bu zaman xəmirin yoğrulması üçün ona nə əlavə edirik? Bir qaşıq su əlavə etmək Bir lazımdır. qaşıq su əlavə etmək lazım. Müəllimdə də deyəsən. Mümkün. Yox, müəllimənin səsi yaxşı gəlir. Müəllimə, Xurama müəllimə, sizdə də yəqin ki problem. Müəllimə, sizin də səsiniz gəlir, narahat olmayın Xurama müəllimə. Özünüz orada danışırsınız, biz eşidirik. Bəli, biz Mən eşidirik. eşitmirəm. Mən müəlliməni eşitmirəm. Hə, ola bilər, amma biz sizi eşidirik. Tabii yenidən girin, bəlkə onda düzələr. Yəqin müəllimə sizdədir də. Sizə görədir ki, siz bizi eşidə bilmirsiniz. Amma biz çox rahat eşidirik sizi. Siz çıxın da yenidən girin Xurama müəllimə. Çıxın, yenidən Arada girin. mən Xeyir Arada yoxdur. O da mən- belə internet də götürdüm, xeyri yoxdur. Deyir nəsə Arada da Wi-Fi-dən düşür, amma düzəlir. yaxşı. Ağca müəllim də deyəsən qoşulub. Ağca müəllim də qoşulub. Ağca Sağ olun. salam müəllimə, hər vaxtınız xeyir. Müəllimlər, nətəsiniz? Sağ olun müəllimə. Nə gec qoşulmusunuz? Yaxşı olasınız, yaxşı olasınız. Yaxşı, Ağca müəlliməyə o zaman sual verim. Deməli, hansı ədviyyatdır ki, şirin bulkalara, piroqlara əlavə olunur? Zəfəran. Doğrudur. Zəfəran buyurun. Doğrudur müəllimə. Bax, şirin bulka görən kimi şirin sözü ilə n-la bu zəfəranın n-sını yadınızda saxlayın. Bəs əksəriyyət xəmirə əlavə olunan ədviyyat hansı idi? Xəmirə. Bir də səsləri bağlayın müəllimlər. Əksəriyyət xəmirlərə. Düzdür. Əksəriyyət, Əksəriyyət xəmirlər. yəni demək olar hansı ədviyyat əlavə edirik? Əksəriyyət sözü işləmli yox müəllimə. Yox, var idi. Əksəriyyət şirniyyatlara. Hə, əksəriyyət vanilya. Bəli, vanil. Yadınızda qalsın da, vanili demək olar ki, əksəriyyətinə biz əlavə eləyirik. Ona görə bunu bilirsiniz əslində siz. Yaxşı. Sonra sizə suallar verim. Gec qoşuldunuz biraz. Deməli, çox yağlı xəmirdən hazırlanan un məmulatı necə olur? Formasını dəyişir. Olur. Səsləri bağlayın müəllimlər. Zəhmət olmazsa səsləri bağlayın. Bəli, sonra formasını dəyişir. Sonra müəllimə Ovulur müəllimə, bir də ovulur. çox yağlı xəmirdən olanda ortası bişmir, formasını deməli saxlamır və çiğ qalır da deməli. Bu yadınızda qalsın. Bir də var idi ki, ərinmiş yağı xəmirə əlavə edəndə nə olur? Bunları qarışdırmayın. Ərinmiş yağı xəmirə əlavə edəndə deməli bu qaralır. Bəli, Ondan sonra yaxşı bişmir. qarışdırmayın. Ovulur,
Yaxşı qarışmır. Bişmək yox. Yaxşı bişməyən çox yağlı xəmirdir. Çox yağ xəmirə, yəni çox yağ vuranda yaxşı bişmir də bu. Bunu özümüz də müşahidə edirik. Çiğ qalır, yaxşı bişmir, forması itir. Amma ərinmiş yağ əlavə eləyəndə isə rəngi qaralır, ovulur və yaxşı qarışmır. Bəs yaxşı qarışsın deyə nə edə bilərik? Ona süd əlavə edə bilərik. Su. Su. Nə qədər su? Bir xörək qaşığı. Bir qaşıq. İndi xörək qaşığı, çay qaşığı yazılmayıb, amma əsas odur ki, bir qaşıq yadınızda qalsın müəllimə. Yaxşı. Deməli, hansı dənli bitkidir ki, çörək bişirilən zaman buğda ununun tərkibinə qatılır? Darı. Darı unu. Doğrudur müəllimə, doğrudur. Yaxşı. Şirniyyatların hazırlanmasında hansı deməli növ undan istifadə olunur, buğda unundan? Şirniyyatlarda. Şirniyyatların hazırlanmasında buğda unundan, çoğdar unundan, bir də qarıqdalı. Deyirəm ki, diqqətlə qulaq asın. Un məmulatları iki cür olurdu. Birinci növ, ikinci növ. İndi növünü soruşuram. Şirniyyatların hazırlanmasında. Şirniyyatların hazırlanmasında bəli, birinci növdə pervi. Birinci növ. Bəli, əla və birinci növ bəli ondan istifadə olunur. Yaxşı, pryaniklər bəs neçənci növ ondan hazırlanır? Bunlar yəni ki ikinci növ, yəni ki keyfiyyətsiz ondan hazırlanır. İkinci növ ondan hazırlanır. Doğrudur müəllimə, doğrudur. Deməli bizə Xuraman müəllimə desin, onu biz ələyən zaman nişastanı ona necə əlavə edirik? İşte bir yerdə qaçışdırılıb eləməli. Xuraman müəllimə eşitmədi. Yəqin onun interneti getdi yenə, bəlkə narazılıq edirdi. Elmi sualınızı verin. Nişasta əlavə edilmiş unu deməli necə hazırlamaq lazımdır, necə eləmək lazımdır? Nişasta əgər əlavə olunacaqsa, unla nişastanı bir yerə qarışdırırsan, ondan sonra əlhənir. Doğrudur, bəli, bir yerdə elənməlidir. Doğrudur. Yaxşı. Xəmir yoğurmaq üçün mayalı suyun temperaturu. Mayalı xəmir üçün bir də qat-qat xəmir. Mayalı xəmir üçün iluq olmalıdır. Mayasız xəmir üçün sərin. Bəli, qat-qat və yağlı xəmirlər üçün sərin olmalı. Yaxşı, xəmiri nə qədər dincə qoyuruq un məmulatları hazırlayanda? 10-15 dəqiqə. Doğrudur. Yaxşı, yadınızdadır 6-cı sinifdə bilinlə maxara keçmişdik. Onları hazırlayanda un məmulatının nə qədər xəmiri? 15-20 dəqiqə. Doğrudur müəllimə, doğrudur. Yaxşı. Mayasız xəmirin köpürdülməsi üçün hansı vasitədən istifadə olunur? Mayasız xəmirin köpürdülməsi üçün sirkədə hopdurulmuş sodadan və qabartma tozundan istifadə olunur. Doğrudur müəllimə, doğrudur. Sağ olun müəllimə. Bizə desin Ləman müəllimə. Bəli, müəllimə işte. Paxlavalar bir-birindən nə ilə fərqlənir? Paxlavalar bir-birindən formalarına görə fərqlənir müəllimə. Bizdə onlar deməli müəllimə iki növdə olur da şirniyyatlar Azərbaycan kulinariyasında. Bir var, birinci növ mayasız xəmirdən olan hazırlanmış. Bəli. Bir də var ikinci növ şirniyyatlar. Bunlar da ki o ikinci növdə olanlar şəkərlə qozun qarışığından olanlardır. Bunlara da əsasən paxlavanın mütəkkərinə aid etmək olar. Deməli paxlavalar bir-birinə nə ilə fərqləndiyi adına görə indi var da Azərbaycanda hansı paxlava növləri var idi? Onlar da adları qoyduğum müəllimə var idi. Gəncə paxlavası, Bakı paxlavası, Naxçıvan paxlavası, Quba, Şəki, sonra hara idi? Şəki, Naxçıvan paxlavası. Şam. Yaxşı. Deməli adı ilə bir fərqləndi, bir də tərkibi ilə fərqləndi. Yadınızda qalsın. Yaxşı. Səbiyyə müəllimə bizə desin. Paxlava hansı xəmirdən hazırlanır? Bir də səsləri bağlayın, səsim əks-səda verdi. Paxlava əsasən mayalı xəmirdən hazırlanır, mayasızdan da hazırlana bilər. Əsasən amma mayalı. Ay, sağ olun. Bəs paxlavanın növləri desəm?
Paxlavanın növləri Maya və maya. növləri hansı xəmirdən hazırlanır desəm, burada bir də incə məqam var. Bunu qarışdırmayın. Tək paxlava desəm, bəli, əsasən mayalı və mayasız xəmirdən hazırlanır. Amma paxlavanın növlərini desəm, mayalı, mayasız qat-qat xəmirdən hazırlanır. Bunu unutmayın. Bəli. Yaxşı müəllimə. Yaxşı, paxlava deməli. Paxlava üçün istifadə olunan içliyin tərkibinə hansı ədviyyatlar əlavə olunur? Hil əlavə olunur. Bir də darçın əlavə olunur. Darçın əlavə olunur. Doğrudur müəllimə. Yaxşı. Bal şərbətin hazırlayanda nə qədər bal, nə qədər su götürülür? Bal şərbətin hazırlayanda 500 qram bal götürülür, 100 qram da su götürülür. Yəni onu suda desəm bişirirlər, o süzülür qaşıqdan. Elə olur ki, qaşıqdan süzülür də sap Bəli, kimi. bəli. Ölçü mütəyyədoza qalsın. 500 qram bal, 100 qram 100 su. qram bal, 100 Yaxşı. qram da su. Doğrudur. Bizə desin Xurama müəllimə. Bal şəkər şərbətin bəs necə hazırlayırlar? Bal şeker şərbətin suyla balı bir-birinə qarışdırmaqla hazırlanır. Bir çan, onda 5 stəkan şəkər tozuna, 2 Nə qədər su? daha deyəcəm. Düz deyirdiniz. 2 stəkandır, Bəli. 2 stəkan su Doğru. əlavə olur və o qarışdırılır bir qədər elə bil ki pişirilir də, elə mət kimi pişirilir. Sonra o biraz soyuduqdan sonra o bal 200 qram da bal əlavə olunur. Doğrudur müəllimə. Doğrudur. Sonra Bəs da bal qarışdırılır və nazik sap kimi sürülənə qədər pişirilir. bəli, qaynadılır. Doğrudur müəllimə. Yaxşı, bəs şəkər şərbəti necə hazırlanır? Şəkər şərbətində elə həmişə biz şəkər şərbəti hazırlayırıq. Düzdür. Suyla pəsoqla hazırlayırıq da. Bəli. Sonra bir stəkan şəkər tozuna yarım stəkan su tökülür. Doğrudur. O Bəs qaynadılır, 5 dəqiqə qaynadılır. Ondan sonra Bəs ona ədviyyatlar, məsəl üçün zəncəfil nə qədər qatılır? Onların ölçüləri var idi. zəncəfil da deyəcəm. Çay qaşığının burnunda belə atırdıq. 0,5. 5 dəqiqə yadınızda qalsın. Su da deməli 0,5 stəkandır. Bu ədviyyatlar da 0,5 çay qaşığıdır və qaynadılması da 5 dəqiqədir. Burada 5 rəqəmin unutmayın. Yəni 5 rəqəmi var. Bir də biz əlavə eləmirik valla. Mən xoşum gəlmir ona. Bir də limon qabığı ya biraz elə bir limon. Bəli, doğrudur, düzdür. Limon da əlavə edirlər. Amma indi kitabda necə yazıb, onlar yadınızda qalsın. Zəncəfil, portağal qabığı, bir də limon əlavə edilir şəkər şərbətinə. Dad verir də, onlar biraz dad verir. Doğrudur müəllimə.